Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Bakı məhkəmə kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. O, tərcüməçi və vəkillə təmin olunub. Prokurorların bugün ittiham aktının nəticəvi hissəsinin elanını başa çatdıracağı gözlənilir. Qeyd edək ki, ötən proses Ruben Vardanyan və müdafiəçiləri qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz ediblər. Məhkəmə isə onu əsassız sayıb və etirazını təmin etməyib. Sülh istədiyi ilə bağlı dünyaya car çəkən Ermənistan Kəlbəcərlə şərti sərhəddə səngərlər qazır. Bol vəsaitin xərcləndiyi bunkerlər isə monolit beton materialından hazırlanır. Belə olan halda qazılan xəndəklər geniş və böyük miqyaslı münaqişə üçün əlverişli şərait yaradır. Azərbaycanla şərti sərhəd bölgələrdə belə bir addımın atılması həm də təxribat cəhdi kimi də qiymətləndirilir. Elə ötən ilin iyununda baş nazir Nikol Paşinyanın elan etdiyi iş icraçıları arasında hakim mülki müqavilə partiyasından olan məmurların da olduğu səngər qazıntısı belə əməllərdən sadəcə biridir. Eyni zamanda eyni ilin avqustunda Kəlbəcər və Naxçıvan istiqamətlərində oxşar təxribatçı addımlar müşahidə edilib. Hərbi ekspertlərin sözlərinə görə Ermənistan 2022-ci ildən indiyədək Göyçə gölündən Araz çayına qədər olan məsafədə müxtəlif istiqamətlərdə mühəndis istehkam işlərini həyata keçirir. Sosial şəbəkələrdə erməni general Levon Minasyanın Xocalıda dinc Azərbaycanlara qarşı törətdiyi qətliamlarla bağlı gürcü blogerə etdiyi etirafın videosu yayılıb. O, Xocalı qatillərindən biri olduğunu açıq şəkildə deyir. Xocalı mənim işimdir. Saysız hesabsız Azərbaycan türkünü qırdım. Onların neçəsini kəsdiyimi belə xatırlamıram deyə Minasyan qəddarlığını etiraf edib. Gürcü bloger təəccüblü şəkildə ondan ciddi olub olmadığını soruşduqda Minasyan nə olub gözəl qız? Bəli, deyə cavab verib. Göründüyü kimi erməni cəlladı törətdiyi insanlıq cinayətlərindən açıq şəkildə fəxrlə danışır. Videonu tam şəkildə sizə təqdim edirik. Вы в Ходжали тоже были? Да, Ходжали это мое рук дело. Азербайджанцы меня ищут. Я сколько зарезал, перезарезал, это не сосчитать. Вот так, солнышко. Вы серьезно? Я же говорю, с генералом разговариваешь. Ты знаешь, какое счастье. Hörmətli tamaşaçılar, diqqətinizə çatdırmaq istərdim ki, bu dialoq yayılandan sonra gürcü bloger Tako Tamuna ermənilər tərəfindən təhdid və təzyiqlərə məruz qalıb. Onun sosial media hesablarına çoxsaylı hədə-qorxu mesajı göndərilir.